Və əgər fikir verdinizsə, bu varlı insanların, imkanlı insanların peşman olduğu şey heç də daha çox pul qazanmaq deyildi. Daha böyük bir vəzifəyə gəlmək deyildi. Sadəcə hisslərlə, duyğularla, hərəkətlərlə bağlı bir şeylər idi. Yəni bu o demək ki, hal-hazırda bizi də dindirsə, öləndə peşman olacağımız şeylər heç vaxt pul olmayacaq. Daha çox pul qazanmadım yox. Özümə daha çox vaxt ayırmadım, ətrafıma daha çox vaxt ayırmadım. Qırdığım insanların qəlbini almaq üçün heç nə eləmədim. Bunlar haqqında düşünəsik. Ona görə də məncə hələ ki bu nəfəs gedib gəlirsə, Allahın bu fürsəti bizə veribsə, Allahın izniyle bunu dəyərləndirməyə çalışaq. Ətrafımızda o insanların qəlbini qırmışıqsa, onların qəlb qırıqlıqlarını almış olaq. Özümüzə daha çox vaxt ayıraq. Özümüzün o daxilimizdəki özəyimizdə Allahın bizdən istədiyi o potensialı ortaya çıxardaq ki, görək ki, Rəbbimiz bir otu belə mənasız, boş bir şəkildə yaratmayıb. Məsəl üçün, gördüyümüz sadə bir ot belə hər hansısa bir heyvanın xəstəliyinə şəfadır. Amma biz bunu bilmirik. Və insan övladı da heç kəs boş-boşuna yaradılmayıb. Hər kəsin barmaq izləri belə fərqlidir, gözlərinin quruşu belə fərqlidir. Bu o deməkdir ki, hər kəsin Allah tərəfindən ona verilmiş olduğu bir missiya var və bütün ömrümüz bu missiyanın axtarışında olmaqdır. Çətin prosedurdur, ağırlı, sancılı bir prosedurdur, qəbul edirəm. Amma mütləq şəkildə bunu axtararkən, hətta sonda da onu da deyim ki, xoşbəxtçiliyin bu axtarışda olduğunu da görmüş olacağıq.